188-ci testə baxırıq. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Uyğun fikirlər lazımdır bizə. Birinci, asılı tərəfin son samiti kar tələffüz olunsun istəyir. İkinci sütun, deməli, asılı tərəfin son samiti cingiltili tələffüz olunsun. Bu tələffüzlər ikinci sözün nə ilə başlamasından asılıdır. Baxacağıq nümunələrə. Kar tələffüz olunsun, bu cərgəyə baxırıq. Ağac kötüyü. İkinci söz samitlə başladığına görə c kar deyiləcək və bu şərti ödədi. Deməli, 1 düzdür. Və 1 düzdür deyə artıq bizim cavabımızda mütləq olmalıdır. Baxırıq cavablara, harada 1 yoxdursa atırıq. A-da 1 yoxdur, C-də 1 yoxdur. Deməli, A ilə C 1-ə görə gedir. A və C kənarlaşdı. 2-yə baxırıq, pələng ovu. Pələng ovu, burada o sayt ilə, ov sözü sayt ilə başlayıb deyə ki, karlaşa bilməz. Deməli, bu səhvdir. Səhvdir deyə 2 bizə lazım deyil və deməli 2 səhvdir. Onda 2 olan variantları biz atmalıyıq. Qalan variantlarda 2B-də var, ona görə B kənarlaşacaq və qalan cavabımız olur D və E. Seçimimiz bunların arasında olacaq. D variantı 1, 3, 5, E 1, 3, 6 deyir. 1, 3 hər ikisində olduğuna görə düzdür. 5 və 6 ilə işləyirik. 5 cingiltili olmalıdır birinci tərəfin son samiti bizdən cingiltili istəyir. Bulut topası. İkinci söz samit ilə başladığına görə D kar deyiləcək, yəni cingiltili deyilməyəcək. Ona görə bu səhvdir və 5 bizə lazım deyil. Deməli, 5 səhvdir deyə 5 səhv olduğuna görə artıq 5 olan variant D kənarlaşır və cavabımız yeganə qalır. E variantı 1, 3, 6. Deməli, 1-i izah elədik. 3-ə izah eləyək. Yarpaq forması. İkinci söz samitlə başlayır, ona görə qıxı deyiləcək, düzdür. Kardır. B6 isə ikinci söz saitlə başladığına görə qığı cingiltili deyiləcək və düzdür. Deməli, düzgün cavab E variantı.